ana südü hər zaman biz bildiririk ki, uşağın ilk peyvəndidir. Yersiz istifadə edilən antibiotiklər bizim bağırsaqlarımızı məhv edir. Qızılca görmə sinirini zədələyir və korluqla nəticələnə bilər. Özbaşına antibiotiklərin ev şəraitində inyeksiya edilməsi, uşağın bir neçə saniyə ərzində həyatını itirə bilərsiniz. Torba-torba alınan vitaminlər lazımsız bir işə yaramayan, marketinq xarakterli olan bir vitaminlərdir. Qoyun uşağınız az yesin, eybi yox, ac qalsın, amma ekransız böyüsün. Təəssüf ki, bugün bizim cəmiyyət şirin çayla böyüyür. Sual altında layihəsinin növbəti buraxılışını təqdim edirik. Bugünkü qonağımız 14 ildir ki, pediatr, infeksionist kimi fəaliyyət göstərən Aytən Ziyadovadır. Xoş gəlmisiniz Aytən xanım. İnşallah ki, bu buraxılış izləyicilər üçün kifayət qədər dolğun məlumatlı olar. Təşəkkür edirəm, çox sağ olun dəvətiniz üçün. Bəli, mən də çox sevinərək dəvətinizi qəbul edib iştirak edirəm. Düşünürəm ki, valideynlərə və ailələrə yardımcı olacağıq faydalı bilgilərlə. Birinci sual belə olacaq. Uşaq doğuldu. Valideyn nə etməlidir, nəyi etməməlidir? Bizim uşağımız dünyaya gəlibsə, vaxt itirmədən həkimə müraciət etməlisiniz. Çünki uşaq doğum evindən 3-cü ya da 4-cü gün doğum evindən çıxır və sizin cəmi 3 gün vaxtınız var ki, uşağın sağlamlığı üçün əhəmiyyətli olan daban testini 7-ci günündə etdirməlisiniz. Daban testi və ya ikinci adı topuq testi kimi tanınan bu test uşağın gələcək sağlamlığı üçün qaranti kağızıdır. Belə deyim, bir pasportudur. Və bu onun gələcəkdə baş verə biləcək genetik xəstəliklərindən sığortalayan, sizə öncədən məlumat verən bir testdir. Sadəcə və sadəcə dabanından götürülmüş 7 damla qanla uşağınızın gələcəyini xilas edə bilərsiniz. Bunu deməkdə məqsədimiz nədir? Zəka geriliklərinin qarşısını almaq olar. Ferment çaşmazlığı, ferment hepatiyaların qarşısını məhz bu testlə almağımız mümkündür. Valideynlərin ən çox etdiyi və uşağa zərər verən 3 səhv nədir? Valideynlərin ən çox etdiyi səhv özbaşına dərman verilməsi. Özəlliklə də qohumlardan, qonşulardan eşitdiyi dərmanların verilməsi və yaxud da ki, həkim müayinəsinə gec müraciət etmələri. Bu da xəstəliyin ağırlaşmasına səbəb olur. Valideynlərin həmçinin də uşaqların müayinəsi üçün istifadə elədiyi yersiz vitaminlər, uşağı iştahsızdır deyərək istifadə etdiyi vitaminlər tam tərsinə uşaqlarınıza mənfi təsir göstərir. Əziz valideynlər, istifadə etdiyiniz yersiz dərmanlar uşağınıza nəinki xeyir verəcək, tam tərsinə zərər verəcək. Orqan çatışmazlığı, qaraciyər çatışmazlığı, böyrək yetərsizliyi, orqan itirilməsi, həmçinin də zərərləri təkcə bununla bitmir. Onların bədəninə zəhərləyirsiniz. Yersiz istifadə edilən antibiotiklər gələcəkdə bağırsaq problemləri və antibiotikə lazımlı olan mikrobları, orqanizmamıza lazım olan mikroblar da var ki, onları da öldürür və bizim bağırsaqlarımızı məhv edir. Və bu gələcəkdə lazım olacaq antibiotiklərin itirilməsi deməkdir. Ən adi qızılca peyvəndini deyirəm. Bu günlərim təəssüf ki, bizim cəmiyyətdə hələ də qızılca vakaları, kliniki halları görsənir. Bu da uşaqların nəinki bugün üçün həyatı riskinə, gələcəkdə də həyatı riskinə səbəb ola bilər. Bu günlərim qızılcadan həyatını itirən uşaqlar var və yaxud da gözləri tutulan uşaqlar var. Bilirsiniz ki, qızılca görmə sinirini zədələyir və korluqla nəticələnə bilər. Valideyn bunu birdən-birə yaşamır. İrəli zaman üçün 5 il, 10 il sonra peyvəndsiz bir uşağın qızılca xəstəliyini keçirtməsi nəticəsində nevroloji xəstəliyə düçar ola bilər. Valideyn necə gəldi? Heç məsləhətləşməmiş, gedir aptekə, deyir ki, uşağıma falan, misal üçün qızdırması var və yaxud da başqa problem var, uşağıma bu dərmanı ver. Yəni, məsləhətsiz dərman verir. Bilib-bilmədən. Bu nə ilə nəticələnə bilər? Təbii ki, aktual mövzudur. Sosial şəbəkədən və yaxud da qohumdan eşidərək ən adi D vitamini deyirəm.
Soruşur ki, sən uşağına hansı D vitamini verirsən və yaxud da ki, hansı dozada verirsən? Götürür uşağına o dozada verir. Və nəticədə nə yaranır? Çünki D vitamininin profilaktik dozası, müalicəvi dozası vardır və artıq doz verdiyiniz təqdirdə gipertoksiki doz yaranır. Bu da Və demək. bu nəticələnir uşağınızda artıq verilən doz, toksiki doz eyni əksikliyi qədər kliniki əlamətlərlə nəticələnir. Hətta mübadilədə bilirsiniz D vitamini təkcə vitamin deyil, həm də hormondur. Aha. Bəli. Və bu orqanizmaya yuxarı dozalarda ciddi fəsadlar yaradır. Onların sümük problemlərinə, hormon sisteminə və digər ürək bulanma və biz bunu yaşamışıq. Valideynlər bizə müraciət edir. Deyir ki, doktor, qohumuma həkim yazmışdı, mən də bu vitamini verdim. Halbuki D vitaminlərinin çeşidləri var. K ilə birlikdə olan, tək olan, onun bir vahidinə 400 bioloji vahid, 800 min və yaxud da ki, yuxarı dozada. Çünki o buraxılış müxtəlif dozada buraxılır. Uşaqlar üçün olan spesifik olan D vitamini profilaktik dozası həkim təyinat verməlidir. Və bunu bu şəkildə hər bir uşağın ayına, yaşına uyğun, müalicəvi dozasına uyğun fərqli dozalarda istifadə edilir. Eyni ilə digər dərmanlar da bu şəkildə aparılmalıdır. Hansı səhvləri var ki, valideynlər onu göz ardı edir, ona adi gəlir, hansı ki bu uşaqlarda gələcəkdə ölümə gətirib çıxara bilər? Birinci, özbaşına antibiotiklərin ev şəraitində inyeksiya edilməsi, sistem şəkildə edilməsi bu şok verə bilər və şok nəticəsində uşağın bir neçə saniyə ərzində həyatını itirə bilərsiniz. İkinci, valideynlər uşaqlara ilk tibbi yardım edə bilməməsi. Çünki bilirsiniz ki, 3 yaşa qədər uşaqlar aspirasiyadan boğula bilirlər. Yəni, yad cisimlə, adi fındıq və yaxud da ki, çərəzlərin qəbulu nəticəsində uşaqlarda boğulma baş verir və uşağa valideyn və ya da ki, digər yanındakı olan şəxs düzgün ilk tibbi yardım etməsə, boğulub həyatını itirməsinə səbəb ola bilər. Üçüncü isə lazımsız edilən müdaxilələr, ehtiyacı olmayan vitaminlər, uşaqlara lazımsız depo doza ilə inyeksiya şəklində köçürülən vitamin kompleksləri onların orqan yetərsizliyi və yaxud da ki, peyvəndlərin gecikdirilməsi, həmin peyvəndlərin qorunmasından qaçınmaq və uşağınızın həyatına son qoya bilər. Və çünki peyvəndlər ciddi infeksiyalardan uşaqları qoruyur. Uşaqlarda immuniteti gücləndirən məhsullar doğrudan da təsiridir, yox sadəcə bir marketinqdir? Təəssüf ki, bugün immunitetlə bağlı bir çox marketinq yönlü vitaminlər satışda görürük və yaxud da ki, valideynlərin öz başına aldığını görürük. İlk öncə valideynlər bilməlidir, immunitet anadan gəlmədir. Yəni, əgər sizin uşağınız immun defisitlə doğulursa, bu ciddi bir vəziyyətdir. Uşağın adi bir infeksiyadan, qripdən həyatını itirə bilər. Bunu unutmamaq lazımdır. İkinci məqam nədir? Bəzən torba-torba alınan vitaminlər lazımsız bir işə yaramayan, marketinq xarakterli olan bir vitaminlərdir. Uşağınızda əksik olan ən vacib D vitamini və dəmir əksikliyi. Bunu mütləq surətdə araşdırıb o şəkildə müalicəyə başlamaq lazımdır. Ümumiyyətlə çalışmalar göstərmişdir ki, 4 aydan etibarən dəmir dəstəyi verilməlidir. Çünki uşaqların sürətli beyin inkişafı gedir və dəmir dəstəyi isə düzgün dəmir preparatı ilə verilməlidir. Bəzən valideynlər bizə deyir ki, doktor, mən uşağıma alma soku verirəm və yaxud da ki, ət yedizdirirəm. Bu yetərlidirmi? Xeyr, qəti surətdə yetərli deyil. Mütləq surətdə dəmir preparatı uşağınızın yaşına və ayına uyğun seçilərək verilməlidir. Amma həkimin dəstəyi ilə. Bəzən isə valideynlər özlərinin ev şəraitində istifadə etdiyi preparatları uşaqlara təqdim edirlər ki, bu da qəti surətdə yol verilməzdir. Tam tərsinə uşağın həyatına son qoya bilər. 3 yaş var, 2 yaş var, valideyn telefonu verir uşağın əlinə, planşeti verir uşağın əlinə, başı qat, oturur plazma televizorun qarşısında, yaxınında. Bu uşağın beyninə, yəni təkcə 3 yaşlı, 2 yaşlı uşaqlardan getmir. 7, 8, 10 yaşlı uşaqlar var ki, əlində bütün günü telefonla gəzir. Uşağı sakitləşdirmək üçün uşağa telefon verirlər. Bu ümumiyyətlə uşaqların beyninə ziyan vura bilərmi?
uşaqların gəlişmiş beyin inkişafına mənfi təsir göstərir. Nəinki görmə bacarıqlarını aşağı salır, nəinki eşitmə problemləri yarada bilər. Həmçinin onun beyin inkişafına, emosional bağlılığına mənfi təsir göstərir. Valideyn deyir, doktor, olar ki, bir yemək yeyəndə verək, axı iştahsızdır, diqqətini toparlaya bilmirik və biz bildiririk ki, tam tərsinə uşağınıza zərər verirsiniz. Qoyun uşağınız az yesin, eybi yox, ac qalsın, amma ekransız böyüsün, ekransız yeməyini yesin. Çünki ekran beynin boz maddəsini məhv edir. Və beynin boz maddəsi bizim emosional sistemimizə, psixi inkişafımıza birbaşa təsir göstərir. Və biz uşaqlarda özəlliklə 3 aydan etibarən qığıldamasına, anasına gülməsinə, anasının səsini eşitdiyi zaman aquldamasına fikir veririk. Bəzən valideynlə göz təması qurmayan uşaqlarda biz narahat oluruq və biz bildiririk ki, mütləq surətdə uşağınızı adı ilə çağırırsınızmı, yoxsa ekran qarşısında vaxt keçirdir. 3 ayından, 4 ayından ekran qarşısında tuzduran valideynlər var təəssüf ki. Uşaqlarda gec danışma. Bu normaldır, yoxsa hər hansısa bir problemin siqnalıdır? Gec danışma bugün həqiqətən də Azərbaycanda böyük bir problemdir. Özəlliklə nənələr, babalar gəlir ki, doktor, mənim oğlum da gec danışmışdı və ya da mənim qızım da gec danışmışdı. Bu uşaq da 3-5 yaşına danışacaq da özlərini oyalayırlar. Amma ənənəvi qaydalardan kənara çıxaraq uşağınızın gelişimini izləyin. Hər zaman biz deyirik ki, inkişafı izləmək uşaq doğulduğu ilk gündən başlamalıdır. Uşaq 3 ayında sizə gülümsüyürsə, 6 ayında sizin dediklərinizi baba, dədə təkrarlayırsa, 9 ayında sizin dediyiniz hecalar təkrarlayırsa və nəhayət 1 yaşında ən azı 5 söz, maksimal olar ki 50 söz deyirsə, düzdür, bu Azərbaycan cəmiyyətində mümkün deyil. Ən yaşlı 4-5 söz deyən uşaqları görürük 1 yaşında. Digər cəmiyyətlərdə isə 50 söz deyir uşaqlar. 1 yaşında 12 aylıq uşaq ana, ata, gəl, at, top, su bu sözləri deməsi lazımdır. Amma bunu valideynlərdən çox şey asılıdır. Valideyn ekranları kənara qoyub, telefonu kənara qoyub uşaqla göz-gözə, dodaq-dodağa ünsiyyətdə olmalıdır. Unutmayın ki, uşaqlarınız sizi həm dinləyərək, həm də dodaqlarınızı izləyərək danışmağa başlayır. Təəssüf ki, bugün işləyən analar, işləyən valideynlər uşaqlarla az vaxt keçirdir. Düşünür ki, onun qidasını verməklə onu sağlam böyüdür. Onu sadəcə bezini dəyişdirməklə, müəyyən bir müayinələrini etməklə onu sağlam böyüdür. Xeyr, uşaqla ən azı üzbəüz, göz-gözə gündə ən azı 5 dəqiqə vaxt istəyirik. Bəzən 5 dəqiqə az görsünə bilir, amma bu vacib bir vaxtdır. İlk 1000 gün uşağın həyatını dəyişdirən bir 1000 gün sayılır və bu ana ilə atanın birgə ailəvi şəkildə uşağa həyatına toxunur. 1000 gün bizim üçün vacib bir gündür. Bu bizim pediatrik kitablarımızda da xüsusi vurğulanır. Hansı halda valideyn dərhal həkimə qaçmalıdır və hansı halda isə panikaya ehtiyac yoxdur? Uşaqların inkişaf dönəmində, özəlliklə ilk 1 yaş dönəmdə bu əlamətlər qırmızı bayraq əlamətlərdir. Uşağınıza səsləndiyiniz zaman sizə reaksiya vermirsə, öz ətrafında dönürsə, göz kontaktı yoxdursa, öz ətrafına təkrarlanan hərəkətlər edirsə, fırlanan bir əşyaya daimi baxırsa, sizə özəlliklə emosional bağ qurmursa, sizin səsinizə reaksiya vermirsə, bu mütləq surətdə vaxt itirmədən həkimə müraciət etməlisiniz və mütləq surətdə uşağınızla çox vaxt keçirtməlisiniz. Ev şəraitində edilən xalq təbabəti üsullarından hansı yanlışdır? Təəssüf ki, bugün bizim cəmiyyət şirin çayla böyüyür. Halbuki şirin çay süni şəkərdir. Biz uşaqlarımıza qəti surətdə tövsiyə etmirik. Şirin çay əvəzinə icazə verin su ilə böyüsün. Su onların orqanizması üçün bir məlhəm rolunu oynayacaq. Həmçinin də düzgün vərdişlərlə böyüyəcək. Duzdan, şəkərdən, şirin çaydan uzaq böyüdün uşaqlarınızı. Əvəzində isə sağlam qida seçin. Sosial şəbəkələrdə ələlxüsus kifayət qədər özünü mütəxəssis adlandıran dırnaqarası mütəxəssislər var. Ümumiyyətlə sosial şəbəkədə yayılan
uşaq müalicələri, hər özünü mütəxəssis adlandırıb uşaq müalicələri ilə bağlı paylaşımlar edən şəxslərin paylaşımları nə dərəcədə realdır? Valideynlər nələrə diqqət yetirməlidir? Dırnaqarası mütəxəssisləri isə xüsusi vurğulamaq istəyirəm. Özəlliklə də uşaqda qurd xəstəlikləri, lazımsız verilən ot preparatları, qurd xəstəliklərini müalicə edərək qaraciyər toksiki hepatit yaradan uşaqlar görürük. Həmin ot preparatları zərərsiz deyərək qurdları müalicə eləyirlər. Halbuki o uşağın heç bir qurd müalicəsinə ehtiyacı yoxdur. Və ya da ki, parazitləri lazımsız otlarla müalicə eləyirlər. Və nəticədə uşağın düzgün paraziti müalicə edilməməklə yanaşı, dediyim kimi toksik hepatit yaranır. Və bu zaman valideyn başını tutur, deyir ki, doktor artıq gecdir. Uşaq qaraciyər transplantasiyasına gedir. Düşünürsüz, böyrək yetərsizliyi ilə nəticələnir. Böyrəyinin orqanın birini itirir. Və yaxud da ki, sidik yolu infeksiyası keçirdir, glomerulonefrit yaranır. Valideyn hələ bu yaşa qədər bir dəfə də olsun sidik analizi verməyib. Yaxud da qandan qurd yoxlatdırırlar. Qurd yoxlatdırdıqları zaman düşünür ki, ay doktor, qanda qurd çıxıb, mən necə müalicəyə başlayım? Və bu zaman ara həkimlərin verdiyi həmin otlar, bunlar valideynlərin gözünü hipnoz eləyir və düşünür ki, otdur da nə zərəri olacaq? Halbuki o otların verdiyi yan təsirlər ciddi uşağın həm bağırsağının florasını pozur, bağırsağına bir silah kimi, bir bomba kimi düşür və bir uşağın da bağırsağı xəstə olarsa, qaraciyəri xəstə olarsa, o uşağın inkişafından söz gedə bilməz. Bir də autizmlə bağlı mən vurğulamaq istəyirəm. Valideyn düşünür ki, uşağı autizm spektr pozuntusudursa bu dünyanın axırıdır. Xeyr. Sizin uşağınıza autizm spektr pozuntusu qoyulubdursa, narahat olmayın. Sadəcə vaxt itirmədən vaxtında reabilitasiya cəlb eləyin. Hər hansı bir dərmanın autizm spektr pozuntusunda effekti yoxdur. Bunu təbii ki, uşaq psixiatrlarına yönləndiririk. Burada uşaq psixiatri diaqnozu qoyur və psixoloqlara yönləndirərək uşaqları vaxtında pedaqoji dərslərə cəlb eləyirlər. Onlarla məşğul olurlar. Bu da onların birbaşa inkişafına, cəmiyyətə yoğunlaşmasına kömək edir. Müasir dövrdə analar, qadınlar uşağını ana südü ilə bəsləmir. Apteklərdən qidalar alır, südü əvəzləyən qidalar alır və o qidalarla uşaqları qidalandırır. Bu nə qədər doğrudur və nə qədər sağlamdır? Hətta bu yaxınlarda bir məşhur marka var, içindən qurd aşkarlanmışdı, səhv eləmirəmsə. Elə deyilmi? Buna bağlı da açıqlama vermişdim. Bəli. Ümumiyyətlə nə qədər doğrudur bu? Təbii ki, ana südü hər zaman biz bildiririk ki, uşağın ilk peyvəndidir. İlk peyvənd bilirsiniz nə deməkdir? Yəni uşağınızı ömür boyu qoruyur. Ana südünün əvəzedici ikinci nə qədər bahalı süni qida olursa olsun heç vaxt əvəzləyə bilməz. Ana südü qızıl standartdır. Ancaq buna məcbur olan valideynlər də var. Yəni ananın müəyyən hormon dəngəsindənmi və ya da ki göstərişlərindənmi ana südü verə bilmir. Və bu zaman məcburdur ki, süni qidalara ünvanlansınlar. Bu zaman valideynlərdən özəlliklə nələrdir? Doktor, mən uşağımı, oğlumu inək südü ilə böyütmüşəm, keçi südü ilə böyütmüşəm. Niyə nəvəmə doğal keçi südü verməyim? Və biz bildiririk ki, baxın, o keçi südü doğal olan, yəni inəkdən sağdığınız o inək südünü, keçi südünü uşağa verə bilməzsiniz. İnəyin südü inəyin balası üçündür. Keçinin südü də keçinin balası üçündür. Uşaqlara adaptasiya olunmuş süni qida qarışıqları verilməlidir. Ancaq onları da seçərkən doğru firmalara yönlənməlisiniz. Gündə çıxan bir firma var. Tanımadığınız bir qidanı verməyiniz uşağınızın həyatından bir risk oynayacaq. Burada markanın özəlliyi onun brendinə etdiyi hörmətdən asılıdır. Yəni bu brend öz adını doğruldub, öz keyfiyyətini doğruldub. Burada daşınma, saxlanılma, keyfiyyət, müalicəvi qidası seçimi çox önəmlidir. Biz hər qidanı uşaqlara tövsiyə edə bilmərik. Peyvənddən qorxan valideynlər nəyə risk atır? Bu günlərin valideyn olan şəxslər vaxtı ikən tam peyvəndlərini alan uşaqlar olub. Amma həmin valideynlər bugün öz uşaqlarına peyvənd etdirmirlər. Bu bir ürək ağrısıdır. Gələcəkdə peyvəndsiz uşaqlar infeksiyalaşmış cəmiyyət deməkdir. Və yaxud da ki, peyvəndsiz xəstəlik keçirdən uşaq
gələcəkdə əlilliyi olan yetişkin şəxs deməkdir. Bu bizim ürəyimizi ağrıdır. Bu günlərin biz həkimlər peyvəndlə bağlı maarifləndirici bir çox məlumatlar yayırıq və insanlara bu gün Azərbaycan Milli Peyvənd Təqviminin 13 infeksiyon xəstəliyə görə qurulduğunu təqdim edirik. Təəssüf ki, bu gün Azərbaycan dövlətində pulsuz təqdim olunan bu Milli Peyvənd Təqviminin yayınan valideynləri görürük. Ancaq bu xəstəliyi peyvəndsiz keçirdən anaların göz yaşlarında görürük və valideyn sonraki peşmançılığı fayda vermir. Məsələn, göğüs kürəyi bildirim. Peyvəndsiz göğüs kürəyi xəstəliyinə yoluxmuş nə qədər uşaqlarımız var. Və o uşaqlar, inanın, o qədər öskürürlər. Sanki ürəyi yerindən çıxacaq qədər öskürür. Valideynin gözləri o qədər dolur ki, mən niyə uşağımı vaxtında peyvəndini etdirmədim? Və yaxud da ki, qızılca xəstəliyini vurğulamaq istəyirəm. Qızılca öldürücü bir virusdur və bununla zarafat etmək olmaz. Yalnız və yalnız qoruyuculuğu peyvəndlədir. Ya vaxtında etməlisiniz, etdirməmisinizsə kontakt zamanı da edilə bilər. Məsəl üçün, uşaq məktəbdə sinif yoldaşı qızılca virusuna tutduğunu məlumdur, uşağınız hələ yoluxmayıb, hələ də vaxtınız var. Yəni, heç vaxt, heç nə gec deyil. Autizm xəstəliyi bəs? Autizmlə əlaqələndirsələr də, baxın, bununla bağlı bir çox çalışmalar aparıldı. Sonuncu dəfə Danimarkada çalışmaların nəticəsinə qənaətə gəlindi ki, peyvəndlərin hər hansı bir autizmlə əlaqəsi yoxdur. O qədər autizm spektr pozuntusu olan uşaq var ki, heç bir peyvənd almayıb. Bəs bunu nə əlaqələndirək? Uşaqlarda pnevmoniya xəstəliyi nədən yaranır və nəyə səbəb ola bilər? Ölümə gətirib çıxara bilərmi? Pnevmoniya xəstəliyi düzgün müalicə olmazsa, saturasiyanın, yəni yetərli qədər oksigen ala bilməməsi nəticəsində ağciyərlərin yetərli qədər oksigeni ala bilməməsi nəticəsində yetərli oksigeni ətraf toxumalara verə bilmir və təbii ki, ölümlə nəticələnə bilər. Qohum evliliyindən qaynaqlanan problemlər nələrdir uşaqlarda ümumiyyətlə? Qohum evliliyi etməyin. Bugün bir çox qohum evliliyi nəticəsində xəstə uşaqları görürük. Bundan həm ailələr dağılır, həm də valideynlər məhv olur. Uşaqlar isə əziyyət çəkir. Qohum evliliyindən bir çox genetik xəstəliklər ortaya çıxır. Uşağın həm uşaqlığı, həm də gələcəyi əlindən alınır. Yaxşı, bəs valideynlər uşaqlarının gələcəkdə olacaq övladların boyu necə hesablasınlar? Belə bir düsturumuz var. Oğlan uşaqları üçün ayrıdır, qız uşaqları üçün ayrıdır. Bu standart bir düstur olsa da təsir göstərir. Təbii ki, burada oğlan uşağı üçün ata və ananın boyunu cəmləyirik, bölürük 2-yə, üstünə gəlirik 13 və yaxud da ki, plus minus 13 ola bilər. Yəni, bu intervalda olur. Qız uşaqlarında isə yenə ata ilə ananın boyunu cəmləyirik, bölürük 2-yə, çıxırıq 13. Yəni, bu rəqəmin altında olur. Tapılan rəqəm qız uşağı üçün hədəf boyu olur. Əgər sizin boyunuz 1.75 ya da 1.80 çıxıbsa, amma siz o boyda deyilsinizsə, demək ki, sizin hədəf boyunuz bu olmalıydı. Amma siz müəyyən bir xəstəliklər səbəbindən o boya gəlib çatmamışsınız. 1 yaşa qədər olan uşaqlarda hansı qidalar qadağandır, verilməməlidir həmin uşaqlara həmin qidalar? Özəlliklə çərəzlər, çünki onlarda boğulmaya səbəb ola bilər. Fast food qidalar, hazır qidalar, işləmiş ət məhsulları, sosis, xüsusilə bunları vurğulamaq istəyirəm və alınmış, paketlənmiş məhsullar 1 yaşa qədər qəti sürətdə verilməməlidir. Və süd məhsulları da unutmayın ki, allergiya verə bilər, qəti sürətdə verilməməlidir. Aydan xanım, mən sizə təşəkkür edirəm. Gəldiniz, qonağımız oldunuz və bir sıra vacib məqamlara, nüanslara toxunduq sizlə. Ümumiyyətlə, son olaraq valideynlərə tövsiyəniz nələrdir? Mən də təşəkkür edirəm. Valideynlərə tövsiyəm nədir? Əziz valideynlər, uşaqlarımızı sağlam böyüdək. Təbii ki, bu sizin mətbəxinizdən keçir. Uşaqlara sosis, kola, işləmiş ət məhsulları, cipsi, fast food, McDonald's qidalarından uzaq tutun. Onların sağlam gələcəyə ehtiyacı var. Gələcəkdə boyları balaca olanda sizləri günahlandıracaqlar. Bugünkü buraxılışımızda pediatr infeksionist Aytən Ziyadova ilə uşaqların sağlamlığı ilə bağlı valideynlərin diqqət etməli olduğu vacib məqamlara toxunduq. Siz isə kanala abunə olmağı, videonu bəyənməyi və şərh bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.